Dallas Buyers Club, Requiem for a Dream və Suicide Squad kimi məşhur filmlərin ulduzu, Oscar mükafatlı aktyor və 30 Seconds to Mars qrupunun solisti Jared Leto ağır cinsi cinayətlərdə ittiham olunur. Yarımada info xəbər verir ki, BBC tərəfindən hazırlanan Jared Leto, Hollywoodun Qaranlıq Sirləri adlı yeni sənətli filmdə 4 qadın, aktyorun onlar yeniyetmə olarkən cinayət xarakterli cinsi zorakılıq törətdiyini iddia edib. Qadınlardan biri 17 yaşında ikən otel hamamında cinsi təcavüzə məruz qaldığını, digəri isə 19 yaşında mehmanxana otağında tək qaldığı zaman Leto tərəfindən hədələndiyini bildirib. Üçüncü bir qadın Kaliforniyada 17 yaşında ikən Leto ilə cinsi əlaqədə olduğunu və aktyorun ştatdakı 18 yaş həddi qanununa məhəl qoymadığını qeyd edib. Dördüncü qadın isə Leto'nun öz məşhurluğundan sui-istifadə edərək 16 yaşında ona dəfələrlə cinsi məzmunlu zənglər etdiyini və daha sonra bu haqda danışmaması üçün ona məxfilik razılaşması göndərildiyini açıqlayıb.